Salamlar. Bu gün Azərbaycanın avtomobil bazarında demək olar ki, hər kəsi düşündürən bir seçim aydınlaşdıracağıq. Bir tərəfdə illərin sınağından çıxmış gücü təmsil edən Çangan, o biri tərəfdə isə gələcəyin texnologiyasını vəd edən BYD. Gəlin birlikdə baxaq görək, bu iki marka arasındakı fərqlər nədir və hansı yol məhz sizin üçündür? Bir anlıq təsəvvür edin, yeni bir avtomobil alırsınız. Amma bu, sadəcə iki marka arasında bir seçim deyil. Əslində bu, sizi tamamilə fərqli istiqamətlərə aparacaq iki fərqli yoldan birini seçmək kimidir. Bəs bu yolların hər biri sizi hara aparır? Gəlin görək. Əslində, burada söhbət iki fərqli fəlsəfədən gedir. Baxın, bir tərəfdə illərin sınağından çıxmış, hamımızın yaxşı tanıdığı klassik güc, yəni benzin mühərrikləri dayanıb. Digər tərəfdə isə gələcəyə açılan bir qapı, yəni innovativ bateriya texnologiyası. Yəni seçimimiz klassik güclə elektrikli gələcək arasındadır. Yaxşı, gəlin birinci yola çıxaq və Çanganı daha yaxından tanıyaq. Çanganı bu yolun necə deyərlər, veteranı adlandırmaq olar. Sınanmış, etibarlı və bir çoxları üçün çox məntiqli bir seçim. Çangan deyəndə söhbət dünən yaranmış bir markadan getmir, heç də yox. Bu şirkətin kökləri, təsəvvür edin, 1862-ci ilə qədər gedib çıxır. Bəli, bu həqiqətən də dərin bir tarixə və böyük bir təcrübəyə malik bir istehsalçı deməkdir. Yaxşı, bəs bu qədər köklü bir marka bizə, Azərbaycanda, nə təklif edir? Əsasən, hamımızın bəyəndiyi benzin mühərrikli SUV modelləri ilə tanınır və ölkənin hər yerində diler şəbəkəsi var. Amma ən diqqət çəkən məqam məncə budur. 6 il və ya 250 min kilometr kimi inanılmaz bir zəmanət. Üstəlik, keyfiyyəti də elə-belə deyil. Nüfuzlu J.D. Power tərəfindən təsdiqlənib. Bu artıq etibar üçün güclü bir siqnaldır. Çangan yolunu seçsəniz nə qazanırsınız? Cibinizə uyğun servis xərcləri, illərlə sübut olunmuş etibarlılıq və hər zövqə uyğun model seçimi. Amma əlbəttə bir məsələ var. Əgər elektrikli avtomobil axtarırsınızsa, burada seçimlər o qədər də çox deyil və texnologiyası BYD ilə müqayisədə biraz daha ənənəvi ola bilər. Oldu. Bir yolu gördük. İndi isə gəlin tamamilə fərqli bir cığıra, birbaşa gələcəyə aparan yola keçək. Söhbət təbii ki, bu yolun pioneri olan BYD-dən gedir. Bir şeyi başdan deyim, BYD təkcə bir avtomobil markası deyil. Yox. Bu şirkət hazırda dünyanın ən böyük elektrikli avtomobil istehsalçılarından biridir. Bu sadəcə bir fakt deyil, həm də onların bu işə nə qədər ciddi yanaşdığının bir göstəricisidir. Yaxşı, bəs BYD-ni bu qədər xüsusi etən nədir? Məsələ ondadır ki, onlar sadəcə maşın yığmırlar, texnologiyanın özünü yaradırlar və ən vacibi, batareya kimi həyati bir komponenti özləri istehsal edirlər. Məsələn, onların məşhur Blade Battery texnologiyası həm təhlükəsizlik, həm də səmərəlilik baxımından bazarda demək olar ki, yeni standartlar yaradır. Deməli, BYD yolunu seçməyin üstünlükləri göz qabağındadır. Ən son texnologiya, yanacağa demək olar ki, heç pul xərcləməmək və çox güclü batareya performansı. Amma gəlin medalın o biri üzünə də baxaq. İlkin alış qiyməti biraz yüksək ola bilər və təbii ki, siz artıq yanacaq doldurma məntəqələrindən yox, şarj stansiyalarından asılı olacaqsınız. Yaxşı, indi isə gəldik ən maraqlı yerə. Hər iki markanı ayrı-ayrılıqda tanıdıq, indi isə onları birbaşa qarşı-qarşıya qoymağın vaxtıdır. Gəlin görək üz-üzə gələndə nə baş verir. Bu cədvəl əslində hər şeyi mükəmməl şəkildə ümumiləşdirir. Gəlin texnologiyadan başlayaq. Görürsünüz ki, Çangan daha ənənəvi və etibarlıdır, BYD isə tamamilə qabaqcıl və elektrik yönümlüdür. Xərclərə gələndə isə fərq həqiqətən də ağla qara kimidir. Çangan da standart benzin xərcləri, BYD-də isə çox-çox aşağı istifadə xərcləri. Qiymətə baxdıqda Çangan adətən daha sərfəli başlanğıc təklif edir və nəhayət infrastruktur, Çangan mövcud yanacaq doldurma məntəqələrindən istifadə edir, BYD üçün isə şarj məntəqələri mütləqdir. Bütün bu müqayisədən sonra əsas sual ortaya çıxır. Hansı daha yaxşıdır? Cavab isə budur ki, daha yaxşı avtomobil yoxdur. Sadəcə sizin üçün daha uyğun olan yol var. Və bu slayd əslində hər şeyi çox sadə şəkildə yekunlaşdırır. Əgər siz deyirsinizsə ki, mən hər ay yanacağa pul vermək istəmirəm, ən son texnologiyaları sınaqdan keçirmək istəyirəmsə, o zaman heç düşünmədən sizin istiqamətiniz BYD-dir. Yox, əgər deyirsinizsə ki, mənə geniş, rahat bir ailə maşını, bir SUV lazımdır və illərlə özünü doğrultmuş benzin mühərrikinə güvənirəm, o zaman sizin yolunuz Çangandan keçir. Bu qədər sadə. Beləliklə, bütün kartlar masanın üzərindədir. Bir yanda illərin sınağından çıxmış etibar, o biri yanda isə gələcəyin həyəcan verici vədi. İndi seçim sizindir.
Bəs siz hansı yolla getməyi seçirsiniz?